Bir daha axşamınız xeyir müəllimlər. Bugün 20 sınaqdan 20-ci sınağın izahını verəcəyik. Bir qadının müxtəlif qan qruplu 2 əkiz uşağı dünyaya gəlmişdir. Bu uşaqlar haqqında hansı ifadə doğrudur? Mutasiya müşahidə olunmuyub. Bir qadının qan qruplu, müxtəlif qan qruplu dediyinə görə, deməli, bunlar fərqli yumurta əkizləridir. Çünki fərqli yumurta əkizlərində qan qrupları da fərqli olur. İndi baxaq suallara. Genotipləri fərqlidir. Təbii ki, biz burada əgər müxtəlif qan qruplu və müxtəlif yumurta əkizidirsə, bunların genotipləri də fərqli olacaq. Daha sonra eyni cinsiyyətə malik ola bilər. Biz dedik ki, müxtəlif yumurta əkizləri ya qız oğlan, ya oğlan oğlan, ya qız qız cinsiyyətli ola bilərlər. Eyni yumurta əkizləri isə mütləq ya qız ya da mütləq oğlan olmalıdır. Amma müxtəlif yumurta əkizlərində 2 qız olsa da, 2 oğlan olsa da bunların oxşarlığı yalnız bacı-qardaş səviyyəsində olur. Daha sonra üçüncüyə baxaq, uşaqların əmələ gəlməsində 2 qamet iştirak edir. Müxtəlif yumurta əkizləri o deməkdir ki, hər bir yumurtanın mayalanmasında bir spermatozoid bir yumurta hüceyrə əmələ gəlir, iştirak edir. Yəni 4 qamet iştirak edəcək. Biz bunu götürməyəcəyik. Bir cift 2 göbək ciyəsinə sahibdir. Müxtəlif yumurta əkizidirsə, hərənin öz cifti vardır. Hərənin öz cifti var, yəni 2 cift var və hərənin öz göbək ciyəsi var, yəni 2 göbək ciyəsi də vardır müəllimlər. Yəni, birinci sualda cavab A variantıdır. 1 və 2. May böcəyinin qarıncıq buğumlardakı stigmaların ümumi sayı n olarsa, qarıncıq buğumlarının sayını hesablayın. Baxın, biz demişdik ki, may böcəyinin döşündə, döş hissəsi, bədəni baş, döş, qarıncıqdan ibarət ümumiyyətlə. Döşündə 3 buğum vardır. Qarıncıq hissəsində də 5-dən 11-ə qədər buğum var. Mən burada sxematik olaraq hələ ki 5 buğum çəkəcəm və birinci döş buğumundan başqa digər buğumlarda 2 stigma və qarıncığın da neçə buğum varsa, sonuncu buğumundan başqa digər buğumlarda 2 stigma vardır. İndi bizdən nə istəyir? Qarıncıq buğumdakı stigmaların sayı n olarsa, stigmaların sayı n olarsa, onda biz nəyə götürəcəyik? Stigmaların sayından böləcəm 2 yerə stigmaların sayı, yəni n bölünsün 2 olacaq. Qarıncıq buğumunu tapmaq üçün, stigması olan qarıncıq buğumunu tapmaq üçün, yəni n bölünsün 2, yəni stigmaların sayına böləcəm ki, qarıncıqda stigmalar olan qarıncıqdakı buğumu tapım və bir dənə də sonuncu buğumu üzərinə gələcəm. Ona görə də düzgün cavaba gəlsək, burada n bölünsün 2 plus 1 yoxdur. 0,5 n plus 1 var. Ona görə də A variantını götürəcək. Hüceyrəvi quruluşa malik olmayan canlılara aid olan canlılar biz bilirik ki, viruslardır. İndi viruslara aid olan mülahizəni götürəcək. Prokaryot orqanizmlərdir. Prokaryot orqanizmlər bakteriyalarda və onlarda hüceyrə var. Mitoxondri rast gəlinsə də xloroplastda yoxdur. Xeyr, bunlar viruslarda elə bir şey yoxdur. Bəzi nümayəndələrin kapsidində lipid qatı ola bilər. Mən dərslərin izahında da demişdim ki, viruslarda ya DNT, ya RNT tərkibli viruslar var. Eyni zamanda kapsid, zülal var. Yəni DNT və RNT olduğuna görə viruslarda hidrogen rabitəsi götürəcək. Həmçinin peptid, zülal olduğuna görə peptid rabitəsi də götürəcək. Həmçinin hepatit C virusunda lipid qatı da var. Ona görə də bəzi nümayəndələrin kapsidində lipid qatı ola bilər dediyinə görə biz bunu götürürük. Leishmaniya xəstəliyinin törədiciləridir. Xeyr, leishmaniya qamçılılar sinfinə aid canlıdır. Hüceyrələri adi gözlə görünməyəcək qədər kiçikdir. Adi gözlə görünməyəcək qədər kiçikdir. Yəni bunlara aid eləyə bilməyəcək. Hüceyrəsi olmadığına görə. Yəni kiçikdir və yaxud da adi gözlə görünməyəcək qədər kiçikdir desəydi, qəbul etmək olardı. Amma hüceyrələr dediyinə görə viruslarda hüceyrəsiz orqanizmlərdir. Hansı bitkilərdə meyvəyanlığı toxum cücərərkən partlayır? Biz botanikanı keçəndə dedik ki, quru meyvələr
toxum cücərərkən partlayır və biri quru bir toxumlu meyvələr. Biz də burada quru bir toxumlu meyvələri məsələn, burada alma, pomidor şirəlidir. Yonca, lobya çox toxumludur. Lobyada hətta meyvə yanlığı quruyur, sonra partlayır. Kələm və zəri də eyni zamanda çox toxumludur. Fındıq meyvədir. Günəbaxan da toxumca meyvədir. Biz onları qəbul eləyəcəyik. Daha sonra baxaq 5-ci suala. Yastı qurdlar tipinin nümayəndələrindən hansına insanın həm kiçik, həm də böyük qan dövranında rast gəlinə bilər? Mən də sizə bir dənə bir şey deyim ki, açar məqam kimi, hansı qurda ağciyərdə rast gəlinirsə, ona deyirsiniz ki, həm kiçik, həm də böyük qan dövranında rast gəlinir. Biz baxırıq askariddə ağciyərdə rast gəlinir, exokoka da ağciyərdə rast gəlinir, amma bizə nə deyir? Yastı qurdlar tipinin. Askarid sap qurdlara aiddir, amma exokok yastı qurdlara tipinə aid olduğuna görə həm kiçik, həm də böyük qan dövranında rast gəlinə bilər. Yəni, baxın, öküz soliterinə heç bir qan qrupunda, yəni insanın heç bir qan dövranında rast gəlmir, digərlərinə gəlir, amma həm kiçik, həm böyük qan dövranında olmur. 6-cı sual. Aminturşu mübadiləsinin pozulması nəticəsində əmələ gələn xəstəliklərin əlamətləri hansı bənddə düzgün göstərilir? Aminturşu mübadiləsi pozulması bizim 10-cu sinif dərsliyində vardır. İndi düzgün göstərilənləri tapacaq müəllimlər. Qlukozuriya hemoqlobin azlığıdır deyir, amma qlukozuriya şəkərin daha çox olmasıdır. Şəkər qanda artıq olanda qlukozuriya adlanır. Triptofan çatışmazlığı bəli, ciddi arıqlamaya səbəb olur. Bu cümlə halında dərsliyimizdə qeyd olunub. Lizin çatışmazlığı sidikdə şəkər miqdarının çox olmasıdır. Xeyr, lizin çatışmazlığı ürək bulanmaya, baş gicəlləməyə səbəb olur. Histidin çatışmazlığı qanda leykosit azlığı deyil, hemoqlobinin azlığıdır. Leykoz qanın tez laxtalanması, xeyr, leykoz qan xərçəngidir. Yəni düzgün cavab burada B variantı olacaq. 7-ci sual. İnsanın sümük toxuması üçün hansı ifadə doğru deyil? Sümük toxuması birləşdirici toxumanın bir növüdür. Bəli, sümük toxuması birləşdirici toxumadır. 1/3 hissəsini sümük hüceyrələri təşkil edir. Biz deyirik ki, birləşdirici toxumada 1/2 hissəsi hüceyrəarası maddənin payına düşür, 1/3 hissəsi isə hüceyrələrin payına düşür. Hüceyrələrində çıxıntılar olur. Mən bunu dərs izahlarında da qeyd eləmişəm ki, bir sinir toxumasında çıxıntılar olur, bir də birləşdirici toxumanın hüceyrələrində çıxıntılar olur. Eyni zamanda sümük toxumasında da sümük hüceyrələrində çıxıntılar olur. Yəni, iki toxuma qrupumuzda çıxıntılı hüceyrələr olur. Biz yanlışı tapmalıyıq. Tərkibində hüceyrəarası maddənin miqdarı sümük hüceyrələr miqdarından 2 dəfə azdır deyir. Xeyr, biz burada qeyd etdik ki, hüceyrəarası maddə 3/2-dir, hüceyrəsi 3/1-dir. Yəni, hüceyrəarası maddə əksinə 2 dəfə çoxdur. Tərkibində sümük hüceyrələr miqdarı hüceyrəsi maddənin miqdarından 2 dəfə azdır. Bəli, bu düzgün variantdır. Burada deməli doğru deyil oldu D variantı. Yəni, cümlə yanlış olsa da, amma testimizin düzgün cavabı D variantı. Baxırsınız müəllim, belə bir təcrübə göstərilib. Baxırıq, sıçandır, qayçı ilə quyruğunu kəsirlər, amma nəhayətdə sıçanın yenə də quyruğu var. Müəllim, şəkildə təsvir olunan bu təcrübəni aparmış Weissman hansı aləmin fikirlərini təqsib etmişdir? Biz 9-cu sinifdə belə bir dərslikdə qeyd olunub ki, Lamarck demişdi ki, sonradan qazanılan əlamət irsən nəslə keçir. Yəni, o zürafələrin boyundan demişdi ki, zürafələr birinci yəni boyları qısa olub, daha sonra o ağacdan boylarını uzadıb qida əldə etmək üçün o qədər uzatmışdır ki, boyları uzanıb və irsən nəslə keçmişdir. Amma Weissman bu təcrübələrlə Lamarck'ın fikrini düzgün olmadığı qənaətinə gəlmişdir. Bunu da qeyd edirsiniz. 8-ci sualda cavab D variantı oldu. 9-cu suala baxaq.
gen mühəndisliyinə aiddir. Bu da bizim dərsliyimizdə yenə də qeyd edim ki, cümlə şəklindədir. Hətta bağırsaq çöpü bakteriyasının genotipinə insulin sintezinə nəzarət edən genin daxil edilməsi. Baxın, hətta burada gen sözü də var. Yəni buradan da yola çıxıb götürə bilərsiniz. Kartof və pomidor hibridinin alınması. Bu nədir müəllimlər? Hüceyrə mühəndisliyində cinsi çoxalması mümkün olmayan canlıların hüceyrələrinin hibridlərin alınmasıdır. Alma albalı, kartof, pomidor, xərçəng şişi, limfosit hüceyrələrin hibridləri. Bax, bu dərsimizdə qeyd olunub. Xüsusi miqdarda bakteri və maye göbələklərinin çoxalması. Bu da yenə hüceyrələrdir. Yəni hüceyrə mühəndisliyidir. Amma burada A variantında genin transgeniz adlandıra bilərik. İnsanda ciftin yaranması ilə başlayan bətindaxili dövr necə adlanır? Müəllimlər, ciftin yaranması ilə başlayırsa, bu döl dövrüdür və bu dövr özündən əvvəlki inkişaf dövrünə neçə ay uzun çəkir. Döl dövrü 3-cü aydan başlayır. 3, 4, 5, 6, 7, 8, 9. Yəni 7 ay çəkir. Hamiləlik də 9 ay olduğuna görə 2 ayda rüşem dövrüdür. Neçə ay uzun çəkir deyəndə 7-dən 2 çıxırıq, 5 ay olur. Yəni bu mərhələ döl dövrüdür və 5 ay uzun çəkir deyirik. 11-ci suala baxaq. Xromosom dəstinin sxemi verilmiş şəxsdə hansı əlamətlərə rast gəlinir? Biz baxırıq ki, burada nə xüsusiyyət var? Baxırıq 13-cü cüt xromosomda bir vahid artıqdır. Biz də dedik ki, xromosom trisomiyası Patauda 13-cü cütdə artıqlıqdır, 18-ci cütdə artıqlıq Edward sindromundadır. 21-ci cütdə artığı Down sindromundadır. 23-cü cütün bir xromosom olmaması Şeşevski-Ternerdir. Bir artıq X xromosom olması Klinefelterdir. Bunları da xatırladıqdan sonra Patau sindromunun əlamətlərinə baxaq. Boyun əzələ çiyinə qədər genişlənmiş olur. Boyun əzələ deyil, o Şeşevski-Ternerin əlamətləridir. Hətta cinsiyyətcə qadın olur və onlarda çoxalma olmur, cinsiyyət vəzləri inkişaf etmir. Ürək kameraları arasında ara kəsmələrində qüsurlar olur. Bəli, müəllim, Patauda ürək kameraları arasında qüsurlar, daxili orqanda çatışmazlıqlar, üzdə yaranan qüsurlar, dodaqda yarıq, bu Patau sindromunun əlamətidir. Sifət yastı göz yarğıları dar, bu Down'dur. Cinsiyyət vəzləri olmuş Şeşevskidir. Xromosom sayəsinin 180 dərəcə çevrilməsi bu leykozun əlamətləridir. 12-ci sual. Hüceyrə divarına malikdir bu canlı. Nüvəsi yoxdur. Spor əmələ gətirmir. Baxaq, bu nədir? Yəni, hüceyrə divarına malikdirə plus qoyublar. Nüvəsi vara minus qoyublar. Spor əmələ gətirə minus qoyublar. Bu əlamətə malik olan canlı hansıdır? Hüceyrə divarı varsa, heyvanı çıxırıq buradan. Adi amoebi çıxırıq, müəllimlər. Qalır plevrakok bakteriyadır, salmonella bakteriyadır, maye göbələyidir, xlorella bitkidir. Nüvəsi deyir yoxdur. Nüvəsi yoxdursa, deməli bu bakteriyadır. Burada qalır plevrakok və salmonella. Spor əmələ gətirir, deyir ki, yox, spor əmələ gətirmir. Müəllimlər, salmonella bakteriyası spor əmələ gətirməyən bakteriyadır. Bu da müəllimlər bizim dərsliyimizin lüğət bölümündədir hətta. Bunun açıqlaması düzdür, dərsliyimizdə də içəridə var. Bu dərsin içərisində var. 13-cü sual. Cədvəldə mikroorqanizmlərin qidalanma xüsusiyyəti verilib. Bu məlumata əsasən hansı ifadə doğru deyil? Azot mənimsənilməsinə görə, bu dərs hansı bölmədədir, unutdum, amma belə bir dərs var bizdə. Aminoavtotrof, aminoheterotrof, yəni azot mənimsənilməsinə görə. Biz deyirik ki, karbon mənimsənilməsinə görə avtotrof və heterotrof, amma azot mənimsənilməsinə görə aminoavtotrof, aminoheterotrof canlı var. Baxaq. Aminoavtotrofu qısaca deyim ki, müəllimlər, aminoavtotroflar qeyri-üzvü maddədən üzvü maddə sintez edirlər. Yəni, bunun üçün qeyri-üzvü maddə lazımdır. Aminoheterotroflar isə üzvü maddədən istifadə edirlər. Baxaq, indi hansı buna aiddir? 13-cü sualda. Y canlısının zülal sintezi üçün azot mənbəyi aminturşular ola bilər. Hansı doğru deyili tapırıq? Y canlısının zülal sintezi üçün azot mənbəyi aminturşular ola bilər. Aminoheterotroflar da aminturşular, bəli, ola bilər. Çünki aminturşu üzvü maddədir. X canlısı zülal sintezi üçün amonium duzlarını istifadə edir. Amonium duzu qeyri-üzvü maddədir və aminoavtotrof da, bəli, ondan istifadə edir deyəcəksiniz. Y qida zəncində redusent ola bilər. Redusent, yəni
Redusent bilsiz maddələri son nəhayətdə parçalayanlar, yəni minerallaşdıranlar. E, X canlısı zülal sintezi üçün azot mənbəyi olaraq yalnız havanın azotundan istifadə edir. X canlısı zülal sintezi üçün azot mənbəyi olaraq havanın azotundan istifadə edir, düzdür. Amma eyni zamanda amonium duzlarından da istifadə edir. Burada yalnız sözü olduğuna görə bu variantı götürürük. Yəni bu cümlə düzgün deyil. Daha doğrusu düzgündür. Havanın azotuna istifadə edir, amma yalnız yox, eyni zamanda amonium duzlarından da istifadə edir deyəcəksiniz. Y canlısının zülal sintezi üçün azot mənbəyi zülallar ola bilər. Amina heterotrof, bəli, heterotrof dediyinə görə zülal da üzvü maddə olduğuna görə, yəni üzvü maddəni parçalayır. 14-cü sual. Ağızcıqları yarpağın həm üst, həm də alt tərəfində yerləşən bitki. Dərsliyimizdə var, kələm bitkisində, kələmi və süsəndə ağızcıqlar həm alt, həm üst yarpaqda yerləşir. Süsənlə işimiz yoxdur, biz kələmə baxırıq. Kələmin seleksiyası ilə məşğul olmuş kim? Müəllimlər Karpechenko. Karpechenko dölsüzlüyü aradan qaldırmaq üçün kələm və turp hibridindən istifadə etmişdir. Yəni 14-cü cavab B variantı. Hansı xəstəliyin törədicisinin yeni ştamlarını yaratmaq olar? Bəli, ştamlar nədən alınır? Bakteriyaların seleksiyası nəticəsində alınır. Heyvanların seleksiyası nəticəsində cins, bitkilərin seleksiyası nəticəsində sort, bakteriya, yəni mikroorqanizmlərin seleksiyasından isə ştam alınır. Baxırıq, burada bakteriya tapırıq, vərəm, bəli, bakteriya xəstəliyinin törədicisidir. 15-də cavab E variantı olur. Prosesdə DNT polimeraza iştirak edir. Onda DNT polimeraza müəllimlər fermentdir. Baxaq görə bu DNT polimeraza fermenti hansı proseslərdə iştirak edir? Prosesdə 4 növ nukleotid iştirak edir. DNT polimeraza DNT-nin zəncirinin, yəni sahəsini bir neçə dəfə artırmaq. Bax, bu proses budur. Burada DNT-dən söhbət getdiyinə görə 4 növ nukleotid iştirak edir. Yəni DNT-nin nukleotidləri adenin, sitozin, guanin və timin iştirak edir. Prosesdə 8 növ nukleotid iştirak edir. Xeyr, 8 növ nukleotid o zaman iştirak edər ki, orada həm DNT, həm də RNT iştirak etsin. Proses polimeraza zəncir reaksiyasında baş verə bilər. Bəli, bax, polimeraza zəncir reaksiyası DNT sahəsini bir neçə dəfə artırmasıdır. Bu düz. Proses sentrifugada baş verir. Xeyr, bəli, sentrifugada baş vermir bu proses. Cavab 1, 3 A variantı olar. 17-ci sual. Dəmmeyvə cücərərkən endospermdə olan ehtiyat qida maddələrini ruşeymin digər hissələrinə ötürən struktura müvafiq gələn strukturu şəkildə müəyyən edin. Mənim burada dəmmeyvədən söhbət gedir. Və biz dərslikdə də öyrənmişik ki, ruşeym birləpəlilərdə ruşeym kökçüyü, ruşeym gövdəciyi, ruşeym tumurcuğu və ruşeymin ləpə yarpaqlarından ibarətdir. Eyni zamanda iki ləpəlilərdə də hissələrə baxaq. 3 ruşeym kökçüyü, 2 ruşeym gövdəciyi, 1 ruşeym tumurcuğu, 4 ruşeymin ləpə yarpaqlarıdır, 5 də ruşeymin qabığıdır. Burada görürsünüz endospermdən söhbət getmir, amma dəmmeyvə cücərəndə birləpəlilərdə endosperm var. Amma onlara cücərəndə ruşeymin hissələrinə hardan gedir? Ehtiyat qida maddələri məmnun. Ləpə yarpaqlarına. Burada da ləpə yarpaqları 4-nə işarə olunub. 17-də düzgün cavab D variantıdır. Yarpaq çiliyi ilə çoxaldılması mümkün olan bitki. Bu da limon, begoniya, daha sonra bənövşə yarpaq çilikləri ilə çoxalır. Digərləri məmnun digər vegetativ orqanlarla çoxalır. İnkişaf dövründə kəpənəyin hansı inkişaf mərhələsi özündən sonraki mərhələ üçün ehtiyat qida maddəsi toplayır? Yəni, bu aktiv qidalanma mərhələsində olsun və həmin aktiv qidalanan canlıdan sonra qidalanma olmasın. Yəni, bunu məntiq budur. Biz baxırıq ki, sürfə aktiv qidalanır ki, sonra pupa çevriləndə pup ehtiyat qida maddəsi kimi hazır sürfə mərhələsində qidalandığı maddədən istifadə etsin. Cavab C, yalnız 2.
Şəkildə təsvir olunmuş canlılar üçün ortaq cəhət. Mənimlə bu görürük ki, maya göbələyidir. Bu da bağırsaq boşluqlar tipindən olan şirin su hidrasıdır. İkisinin ortaq cəhəti tumurcuqlanma ilə çoxalmasıdır müəllimlər. Nüvəyə malik deyil, xeyir, nüvəlidir. Eyni aləmə aiddir, xeyir, göbələkçilər aləmi və heyvanlar aləmi. İri vakuollara sahibdir. Göbələklərdə var, amma heyvanlarda yoxdur. Əsasən şəkərli mühitdə yaşayır maya göbələyi. Yəni burada 20-ci sualda cavab A variantı olur. Şəkildə təsvir olunmuş əkizlər haqqında doğru olmayan. Mənlə baxırıq əkizlərə. Əkizlər bir ciftin içərisindədir. Görürük, yəni eyni yumurta əkizidir. Baxaq, uyğun olmayanı götürürük. Əkizlər ümumi ciftə malik olur. Bəli, biz dedik ki, bir yumurta əkizidir. Cifti də buradan görürəm ki, bir ciftdir. Mayalamada cəmi 2 qamet iştirak edir. Bəli, eyni yumurta əkizində 2 qamet iştirak edir. Bu cür əkizlərdə göbək ciyərlərinin sayı dölün sayına bərabər olur. İstər bu cür əkizlərdə, istər müxtəlif yumurta əkizlərində göbək ciyəsi hərənin özünün olur. Əkizlər müxtəlif cinsə aid ola bilər. Müəllimlər, eyni yumurta əkizində müxtəlif cins olmaz. Ona görə düzgün, yəni doğru olmayan variant budur. Düzgün cavab D variantı. Əkizlər eyni cinsə aiddir, bəli. 22-ci suala baxırıq. 11 yaşından aybaşı keçirməyə başlayan qızın 17 yaşına qədər cinsiyyət vəzlərinin yetişmə zonasının sonunda əmələ gələn yönəldici cisimciklərin atosom, xromosom sayı cəmi nə qədər olar? Deməli, bu sikli keçirmişdir 11 yaşdan 17 yaşına qədər. Yəni 6 ildir ki, 6 ildir ki, siklik proses gedir və 6 ildə biz bilirik ki, proses 13 dəfə ovulyasiya olur. Burada 6-nı biz vururuq. 6-nı vururuq 13-ə. Bir dəqiqə vuraq. 6-nı 13-ə vuranda müəllimlər 78 ovulyasiya baş verib. 78 də yumurta hüceyrə xaric olub, yəni yetişib müəllimlər. Bir yumurta hüceyrə yetişəndə 3 yönəldici cisim əmələ gəlir bilirik. Və 78-i vururuq 3-ə, yönəldici cisimciklər tapırıq biz. Edir 234 yönəldici cisim və autosom xromosomu tapdığımıza görə yönəldici cisim X xromosom, yəni N xromosom dəstinə malikdir, haploiddir. Burada biri gedir cinsiyə, 22-si gedir autosom xromosoma. Ona görə də 234-ü yönəldici cismi 22-yə vururuq. 234-ü 22-yə vuranda cavab edir müəllimlər 5148 A variantı. 5148. 23-cü suala baxırıq. Klonlaşdırma zamanı diploid dəsti 48 olan meymun alınmışdır. Bu meymunun 4 blastomerində cəmi neçə xromosom olur? Müəllimlər, biz bilirik ki, zigot mitoz yolundan bölünür. Yəni 4 blastomer əmələ gəlib, fərqi yoxdur. Yenə də xromosom dəsti 48-dir hər bir blastomerin. Ona görə də biz 48-i 4-ə vuracağıq. 48-i 4-ə vuranda 32, 12 üstə 16 üstə 3, 19. 192 xromosom olar. Yəni 4-ü 48-ə vururuq biz. 24-cü sual. Şeşevski-Terner sindromlu qız doğulmuşdur. Mayalanma zamanı qametlərdə xromosomların kombinasiyaları necə olduğunu müəyyən edir. Məncə, Şeşevski-Ternerin xromosom dəsti belədir. 45-də xromosom dəsti, yəni 44 plus 1 X cinsi xromosom. Baxaq görək 44 plus 1-i bizə hansı qametlər verir? Yəni, atosomları toplayanda 44 olmalıdır. Biz burada 6-nı avtomatik çıxırıq. Çünki 22 ilə 21-i toplayanda 43 olur. Və burada görürük ki, qadın və kişidə tək xromosomlar qoy olsun. Y-i də çıxırıq, 4-ü də çıxırıq buradan. 1 ilə 2-yə baxırıq. 44 plus 2 0. Həqiqətən də bu düzgün cavabdır.
Çünki Şeşelski Terner'də autosom xromosom 44, cinsi xromosomu isə 1X cinsiyyət xromosomu olur. 24-də cavab 1, 2. 25-ə baxaq. Y cinsiyyət xromosomlu qameti qamçılı olan canlıları müəyyən edin. Y cinsiyyət xromosomlu qameti qamçılı olsun. Yəni, erkək heteroqametli olsun müəllimlər. 25-ci suala baxırıq. Öküzdə, yəni məməlilər sinifində bəli, erkək heteroqametli, şimpanzedə də bəli, erkəklər heteroqametli. Sərçədə yox, dişi heteroqametliyi var. İlanda da həmçinin dişidir. Qurbağada da erkək olduğuna görə, yəni erkəklər XY cinsiyyət xromosomuna malik olduğuna görə 1, 2, 5-i götürürük. 26. Sürünən gövdəyə malik olan bitkilər. Sürünən gövdəli, baxırıq burada. Lobiya sarmaşandır. 3 yarpaq yonca, bəli, sürünəndir. Üzüm dırmaşandır. Çiyələk sürünəndir. Yemiş də sürünəndir. 1 yox, 2, 4, 5 sürünən gövdəyə malikdir. Uyğunluğu müəyyən edin 27-də müəllimlər. Sterilizasiya, dezinfeksiya. Bir dənə də dezinseksiya var, buraya yazmayıblar. Yaraların yodla təmizlənməsi məncə dezinfeksiyadır. 2-yə A gedir. Tibbi avadanlıqların yüksək temperaturda saxlanması sterilizasiyadır. Ya quru buxar, yüksək temperatur, qanaxma zamanı zədələnmiş nahiyyə turuna qoyulması. Bu heç bir üsula aid deyil. Yaşayış yerlərinin xlorlanması məncə baxırıq, yəni hər hansı bir kimyəvi maddədir, dezinfeksiya. Konservləşdirmə zamanı qabların qaynar buxar. Buxar nə idi? Sterilizasiya idi. 1-ə getdi, Y variantı. 1 BE, 2 AD. 28-ə baxırıq müəllimlər. Uşaqlar şəkildə göstərilən bitkiləri müəllimlərin göstərişi ilə qruplaşdırıblar. Bu zaman onlar bu bitkiləri A və B qrupuna bölürlər. Müəllimlərin göstərişi ilə qruplaşdırırlar. Müəllimlər, baxırıq burada xaçiçəklər fəsiləsinə, yox, üzrlü sayın. Xaçiçəklər fəsiləsidir. Kəsə yarpağı 4, ləçəklər 4-dür. Burada da alma verilib. Yəni, bax, burada mən sonradan buynuz meyvəyə baxdım ki, bu xaçiçəklər fəsiləsidir. Burada da almadır, gülçiçəklər fəsiləsidir. Kəsə yarpağı 5, ləçəyi 5, eşəcik sonsuz, dişicik 1-dir təbii ki. 28. Bölgə apararkən şagirdlərin əsaslandığı sistematik kateqoriya. Müəllimlər, nəyə görə ayırdıq? Mən bayaqdan deyirəm, bax, xaçiçəklər fəsiləsi, gülçiçəklər fəsiləsi. Yəni, fəsiləyə görə ayırdıq. Çiçək formullarında yazaq. Xaçiçəklər K4, L4, Y4 plus 2, D1. Yəni, erkəkciyin 4-ü uzun, ikisi qısa. Ona görə ayırdım. Gülçiçəklərdə K5, L5, Y sonsuzluq, D1 burada görünür. Düzdür, gülçiçəklərdə Y sonsuzluq, D sonsuzluq da var, amma o çox dişicik olanda, məsələn, it burnu və çiyələyə aiddir. A sistematik kateqoriyasına aid olan dərman bitkilərindən qan kəsici xüsusiyyətə malik və tənəffüs yolu xəstəliklərinin müalicəsində istifadə olan nümayəndələri baxmalıyıq. A sistematik kateqoriya xaçiçəklər fəsiləsidir. Xaçiçəklər fəsiləsində dərsliyimizdə qeyd olunub qan kəsici xüsusiyyətə malik olan dərman bitkisi quş həbbəyidir. Tənəffüs yollarını izahda demişdik ki, turpun tənəffüs yollarının müalicəsində istifadə edirlər. Hətta türkəçarə kimi turpun içərini oyub, ora bal tökürdülər, oradan süzülən suyu istifadə edib öskürəyi kəsirdilər. 30-cu sual. B qrupuna aid olan 8 çiçəkdəki ləçək sayı B qrupuna aid olan 8 çiçəkdəki ləçək sayı. B qrupu nə idi? Gül çiçəkləri yazaq müəllimlər. K5. Neçə dəqiqə? Təmizləyək. Deməli, gül çiçəklərdə K5, L5, Y sonsuzluq, D1 idi. Davam edək. B qrupuna aid olan 8 çiçəkdəki ləçək sayı A qrupuna aid neçə çiçəkdə olar? Bu çiçəkdə sayını müəyyən etdiyiniz uzun erkəcinin sayı qısa erkəcinin sayından neçə vahid çoxdur? İndi baxaq B qrupunda 8 çiçəkdə ləçək sayı nə qədərdir? 8-i vuracam 5-ə, alacam 40. Yəni 40 çiçək
40 çiçək A çiçək qrupuna olan neçə çiçəkdə olar? A çiçək qrupu da xaç çiçəklərdir. Bunun da düsturunu yazaq. K4, L4, Y6 ya da 4 plus 2, D1. K4. 40 çiçək müəllimlər. A qrupuna aid neçə çiçəkdə olar? 40-ı 4-ə böləcəm. 40-ı 4-ə böləcəm, alacam. 10 xaç çiçəklərdə olacaq. Bu çiçəkdə uzun erkəkciklərin sayı 40 ləçək var. Uzun erkəkciklər hətta yazaq. Y4 plus 2. Uzun erkəkcik sayı 4-dür. Uzun erkəkciklərin sayı qısa erkəkciklərin sayı neçə vahid çoxdur? Uzun erkəkcik, yəni biz burada tapdıq 10 çiçək. 10 çiçəkdə uzun erkəkcik 40-dır. 40. Sonra nə istəyirdi? Qısa erkəkciklərin. Qısa erkəkcik də 20-dir. 40-dan 20-ni çıxanda cavab edir 20. Yəni burada cavab 10 və 20 edir.